biz iki qat rabitəyə baxırıq. Və iki qat rabitə olan tərəfdən başlayırıq nömrələməyə. Məsələn, bir nümunə yazıram. Ən sadə nümayəndəsi. Etilenin beynəlxalq şəkildə adını bizdən istəyir. Etilen budur. Bu vəziyyətdə sizdə bunu nömrələməyə ehtiyac var uşaq. Bunu nömrələməyə ehtiyac yoxdur. Bəs yaxşı, bunun beynəlxalq şəkildə adı nə olar? Kim deyir mənə? Beynəlxalq şəkildə alkenləri adlandırmaq üçün Etilen. alkandakı o an şəkilsi N-lə əvəz olunur. Məsələn, 2 karbon olan alkan etan idisə, bu olur eten. Bu olur eten. Və yaxud uşaqlar 3 karbondur, baxın. Burada nömrələməyə ehtiyac var, yenə yoxdur. Çünki sən 3 qatı o biri tərəfə də qoysan, kənara düşür, bu biri tərəfə də qoy. Bunun adı olur propen. Propen. Baxın. Bu adlanır propen. Amma 4 karbon olanda uşaqlar, fikir verin. Bir belə yaza bilirəm uşaq. 4 karbon. Bir də belə yazıram. 2 qatı bir kənara qoya bilirəm. Bir də 2 qatı hara qoya bilirəm uşaqlar? Səmaya bir də hara qoya bilirəm bacılar? 2 qatı bir belə qoya bilirəm, bir də belə. İndi birinci yazdığım formada sizcə önəmlidir sağdan nömrələyək yoxsa soldan nömrələyək? Sağdan da gəlsək, baxın 1, 2, 2-yə düşər 2 qat, soldan da gəlsə 2-yə. Ona görə fərqi yoxdur. Burada harada ürəyin istəyirsə oradan nömrələyə bilərsən. 1, 2, 3, 4. Uşaqlar 4 ilə bitirsə biz buna nə deməliyik? 4 ilə bitir. 4 ilə bitirsə butendir. İndi kim deyər mənə bu buten neçə sayılır uşaqlar? Neçədən başlayıb 2 qat? 2. 2-dən başlayıb. 2 qat neçədən başlayırsa onu deyirsən. Bu buten 2. Amma aşağıda yazdığımı haradan nömrələmək lazımdır uşaqlar? Aşağıdan yazdığımı. Soldan yoxsa sağdan? Soldan. Soldan. 2 qat olan tərəfdən. 1, 2, 3, 4. 4 ilə bitirsə Nurlan nə deyərik? Buten deyərik. Amma bu dəfə buten neçə deyərik uşaqlar? 2 qat haradadır? 1. Bəli, 1 deyərik. Kənarda da olacaq buten. Baxın gəlin. Belə adlandırmada çətinliyiniz var yoxsa? Davam edirik. Yəni baxın. Belə bir alken verir bizə. Bizə deyir ki, bu alkeni adlandır beynəlxalq şəkildə. Uşaqlar, bu alkeni beynəlxalq şəkildə adlandırmaq üçün sizcə